Yəqin çoxlarınız yanan meşənin hekayəsini bilir. Bilməyənlər üçün danışıram. Böyük bir meşə yanır. Bütün heyvanlar yanğını söndürmək üçün gücləri çatdığı qədər su gətirir, yanğının üstünə tökürlər. Qarışqa gücü çatdığı qədər su gətirir. Fil qarışqanın bu hərəkəti görüb, qarışqanın qarşısına çıxıb soruşur. Mən bu qədər suyu gətirirəm. Suyu alovu söndürə bilmirəm. Sən bir damla suyu gətirib yanğın söndürmə fikrin var? Qarışqa cavab verir. Gücüm buna çatır. Qarışqanın bir damla suyu gətirdiyi sayəsində alov azalır. Bütün heyvanlar təəccüblənir. Siz bu hekayədə nə başa düşdünüz? Mən bu hekayədən bir dənə şey başa düşdüm. O da insan yaxşılıq eləməlidir. Hər insan yaxşılıq eləsə, dünyamız çox gözəl olar. Gəlin suyumuzu, meşəmizi, dünyamızı gözəlləşdirək.